Salam dostlar. Bu günləri 21 aprel 2024-cü ildə 9-cu siniflər üçün keçirilən buraxılış imtahanı suallarının bir hissəsini gözdən keçirdəcəyik. Əvvəla 61-ci suala baxaq. Motorlu qayığın çayın axını ilə sürəti 20,4 km/saat, axına qarşı isə 15,6 km/saat olarsa, çayın sürətini hesablayın. Belə suallarda daha çox tənliklər sistemi ilə həll etmək daha yaxşıdır. Çünki imtahanda bizə əsas lazım olan vaxt qazanmaqdır. Biz tənliklər sistemi ilə eləsək xeyli vaxt qazana bilərik. Demək olar tək yol da budur. Əvvəla yazaq 61-ci sual. Biz onu bilirik ki, qayığın sürəti çayın axın sürəti ilə eyni istiqamətdə olduqda toplanılır. Qarşı-qarşıya, yəni əks istiqamətdə olduqda çıxılır. Buna əsasən biz yaza bilərik ki, V qayıq üstə gəlinsin. Bir dəqiqə bu hissədən yazsam daha rahat olar. V qayıq üstə gəlinsin V çay bərabərdir. Mənə sualda neçə verir? 20,4. 20,4 km/saat. Qarşı-qarşıya hərəkət etdikdə, yəni V qayıqdan çıxdıqda V çayı isə bərabərdir 15,6 km/saatdır. 15,6 km/saat. Biz tənliklər sistemi ilə toplasaq rahat, çünki ixtisarlar gedir V çaylar, yaza bilərik ki 2V qayıq bərabərdir 36. Buradan da 10'u alırıq ki V qayıq bərabərdir 18'ə. Gətirib yuxarıda yerinə qoysaq V qayıq üstə gəlinsin V çayın 20,4 olduğunu bilirəm. Yaza bilərikmi? 18 üstə gəlinsin V çay bərabərdir 20,4. Buradan V çayı tapdıqda 20,4'dən çıxırıq 18'ə. Daha sonra əldə edə bilərik ki, V çay bərabərdir 2,4. Deməli, hansı variant? Y variantı. İzlədiyiniz üçün çox sağ olun.